Əziz buğalar və xüsusən də yüksələn bürcü buğa olanlar, gəlin görək 2026-cı ildə sizi nələr gözləyir. Xüsusən də yüksələn bürcünüzə qulaq asmaq olduqca önəmlidir, bunu unutmayın. Əziz buğalar, belə baxıram ki, sizin üçün önəmli bir ildir. Həyatınızla bağlı həm pozitiv, həm də biraz sərt enerjilər var. 2026-cı il sizin üçün bir çox mənada çox önəmli bir ildir. Həyatınızda doğrudan çox böyük dəyişimlər yaşana bilər. 2026-cı il sizin üçün çox vacib bir ildir. Belə ki, tutulmalarınıza baxdığımız zaman 4-cü, 10-cu və 5-ci, 11-ci evlərinizdə olacaq. 5-11 tutulmalarınız uzun müddətli davam edir. Yəni ki, bir dönəmlik həyatınızda bəzilərinizdə sevgi, eşq, uşaqlar, hobilər kimi mövzular bəlkə də zaman-zaman gündəmə gəlir. Ya da dostluqlar, hədəflər, arzular, xəyallarınız, bu tərz mövzular bəzilərinizdə gündəmə gəlir, ya da bəlkə də elə indilərdə gələcək. Bu tutulmalar davam edəcək. Yəni 2026-cı ildə həyatınızda əsaslı olaraq sevgi, eşq, uşaqlar, hobilər və xəyallarınız, arzularınız, hədəfləriniz, dostluqlarınız kimi mövzular gündəmə gələ bilər və bu mövzularda köklü, böyük, dərin dəyişim və transformasiyalar davam edə bilər. Bununla yanaşı 2026-cı ildə 4-10 tutulmalarınız da başlayır. 4-cü ev ailə, ev, yuva, vətən kimi mövzularkən 10-cu ev karyera, iş, güc mövzularıdır. Bu dönəm ərzində 2026-cı ildə yaşadığınız yerlə bağlı bəlkə dəyişiklik yaşaya bilərsiniz, evinizi dəyişdirə bilərsiniz, ailə qura bilərsiniz, ya da ev, ailə, yuva ilə bağlı dəyişim küləklərinin əsdiyini görə bilərsiniz. Bununla yanaşı 10-cu evinizdə də baş verəcək olan tutulma karyera həyatınızla bağlı böyük dəyişimlər gətirə bilər. Yeni bir karyeraya başlaya bilər, iş həyatınızda dəyişim yaşaya bilər, işdən çıxa bilər, işə girə bilər, ya da karyera ilə bağlı böyük transformasiyalar təcrübə edə bilərsiniz, əziz buğa bürcləri. Əziz buğalar, bundan əlavə 2026-cı ildə Yupiter sizin 4-cü evinizə keçəcək. 2026-cı ilin ilk bir dənə sizə pozitiv, bir dənə də neqativ şey deyəcəm. Neqativ yox da biraz da indi neqativdən gəlin başlayayım, nisbətən sərt təsirdən başlayayım, amma o qədər də sərt deyil əslində. 2026-cı ilin fevralın 14-dən etibarən Saturn sizin 12-ci evinizə keçir. 12-ci ev mövzularından sınanacaqsınız, müəyyən imtahanlar verəcəksiniz və bu 3 il davam edəcək. Bunlar nələrdir? Şuuraltı, psixologiya, zehin, gizli mövzular, spiritualizm, ruhsal temalar kimi mövzular həyatınızda gündəmə gələ bilər. Bu və bu mövzulardan biraz sınana bilərsiniz. 2026, 27, 28-ci illərdə. Bu ərəfələrdə kim dostdur, kim düşməndir, bunu daha yaxşı başa düşə bilərsiniz. Üzünüzə gülüb arxanızca danışan və ya arxanızca danışmayan, yəni kim realdır, kim yanlışdır bunu anlaya bilər və biraz karmalar ödəyə bilərsiniz. Lakin indi gəldik pozitiv xəbərimizə. 2026-cı ildə Yupiter sizin 4-cü evinizə keçəcək. Belə ki, 2026-cı ilin ilk 6 ayında siz olduqca şanslısınız. Qardaş-bacı, yaxın çevrə, qohum-əqrəbə, qonşular, bilik, öyrənmə, yaxın yol səyahətləri ilə əlaqədar. Yəni 2026-cı ilin ilk 6 ayında yaxın çevrənizdən yana bol-bol dəstəklənə bilər, şans sizdən yana ola bilər və bununla da yanaşı ev yox, bilik, öyrənmə, yaxın yol səyahətləri kimi mövzular şanslıdır sizin üçün. 2026-cı ilin ikinci yarısındasa, ikinci 6 ayındasa Yupiter 4-cü evinizə keçir. Bu çox yaxşı bir şeydir. Ruhani olaraq daha güclü qorunacaqsınız. Özünüzə ev ala bilərsiniz. Ev, yuva, ailə kimi mövzulardan yana şans sizlə bir yerdə ola bilər. Ailə ilə bağlı gözəl şanslı enerjilər özünü göstərə bilər və ya evlə bağlı gözəl şeylər, bəlkə evin kreditini bağlama, bəlkə ev alma, bəlkə evlə bağlı, yaşadığınız yerlə bağlı ya dəyişiklik, ya da gözəl şanslı enerjilər özünü göstərə bilər. 4-10 tutulmalar baş verir deyə bir də vaxtınız ev aldınız ya da evinlə bağlı müəyyən qədər dəyişikliklər yaşadınız. Əziz buğa bürcləri, xüsusən də yanvarın 6-sı sizin üçün olduqca şanslı bir tarixdir. Günəş-Venera qovuşumu var, manifest eşq enerjiləri üçün, manifest eləmək üçün, dualar üçün sizin üçün şanslıdır. Yanvarın 8-i biraz mübarizəli ola bilər, lakin yenə də eşq, sevgi enerjisi yüksəkdir. Yanvar ayının 20-si isə 18-i, 19-u, 20-si, 21-i, 22-si, 23-ünə ehtiyatlı olun. Biraz sərt enerjilər var, transformativ, dəyişdirici, amma həm də eşq və seksual enerjində yüksək olduğu ərəfədir. Fevral ayına baxandasa fevralın 17-si tutulma olacaq. Yəni ümumiyyətlə fevral ayı və mart ayında tutulmalar olur. Güclü transformasiya küləkləri daha bərk bir şəkildə əsməyə başlayır. Fevral ayının 18-i sizin üçün çox xüsusi bir tarixdir. O tarixdə qarşılaşdığınız, tapdığınız, rastlaşdığınız, salam verdiyiniz, getdiyiniz bir çox şey talehinizin, qismətinizin bir parçası ola bilər. Ya da qismətinizdəki önəmli, vacib fiqurlarla qarşılaşa bilərsiniz. Bununla yanaşı mart ayına baxdığım zamansa, mart ayında sizin Venera-Neptun qovuşumunuz olacaq. Mart ayının 7-si sizin üçün manifest eləmək üçün ideal bir tarixdir.
manifestləriniz işıq sürəti ilə tuta bilər. Buna əlavə olaraq mart ayının 19-u okey, manifestlərinizi ilə tutar, amma 22-si də ilin ən xüsusi spiritual günüdür və sizin üçün olduqca şanslı və gözəl enerjilər var. Aprel ayına baxdığım zaman isə aprel ayının 17-sində 12-ci ev tutulmanız olur. Biraz daha şuuraltı psixoloji mövzulara daha çox yönələ bilərsiniz. Şəfalanmaqla bağlı yaxşı bir dönəmdir. May ayına baxanda may ayının 14-ü dilək diləməklə əlaqədar gözəl bir dönəmdir. May ayının biri sevgi, eşq, ciddi münasibət, evlilik kimi mövzularla bağlı transformasiya, dəyişim ya da həyatınıza birinin girməyi ya da xeyirli olmayan birinin çıxmağı ya da gündəmə gəlməyi, ilişkilərin, münasibət ya da ortaqlıq işlərin gündəmə gəlmə ehtimalı var. İyun ayına baxanda iyun ayının 9-u dəhşət şanslıdır. Həmin dönəm başladığınız bir çox iş çox daha şanslı, gözəl, bərəkətli ola bilər. Sizin üçün çox xüsusi bir gündür. O günü yaxşı dəyərləndirin. İyunun 26-sı biraz daha sərt enerjilər var, kişilərlə bağlı xüsusən də. İyul ayının 31-nə baxanda, okey, keçək bunu. Avqust ayının 27-sinə baxırıq, dilək diləməklə bağlı gözəl bir dönəmdir. Avqust ayının 28-i də ay tutulmasıdır. Yenə arzular, diləklər, manifestlər üçün gözəldir. Oktyabr ayının 24-ü sizin üçün möhtəşəmdir. Parıldadığınız, işıldadığınız bir gündür. İşığınız ön plana çıxacaq, amma ehtiyatlı olun. Bir tık, bir damcı, amma çox da ehtiyatlı olmağa da yoxdur. Noyabr ayında xüsusən 9-u 7-ci evinizdə yeni ay var. Sevgi, ciddi münasibətlərlə bağlı bir başlanğıc ya da xeyirli ilişkilərə başlamaq ya da xeyirsiz bir şey bitirmək ya da ümumiyyətlə sevgi, ilişki, münasibət mövzularının gündəmə gəlməyi. Dekabr ayına baxandasa 24-ü, dekabrın 24-ü yaxın çevrənizdən şanslı, dəstəkləyici enerjilər almaq və dekabrın 11-i manifestlər, arzular, diləməyiniz üçün olduqca gözəldir. Əziz boğa bürcləri, bundan əlavə olaraq ay bə ay baxdığımız zaman yanvar ayında həyatınızda əsaslı mövzularınızın səyahət, gəzmək ya da karyera kimi, iş kimi mövzular ola biləcəyini və bu mövzularda olduqca şanslı olacağınızı demək mümkündür. Amma iş həyatında yanvarın 23-dən sonra biraz daha mübarizələr ola bilər. Yanvar ayında din, təhsil, səyahət, fəlsəfə kimi mövzularla bağlı şanslı və dəstəkləyici enerjilər var. Fevral ayına baxdığımız zamansa həyatınızda yenə karyera ön plandadır. Həm şanslı, həm mübarizəli enerjilər var. Bununla yanaşı istəkləriniz, arzularınız, xəyallarınızla bağlı gözəl enerjilər var. Diləklərinizin qəbul olma ehtimalı nisbətən daha sürətlidir və dostluqlardan yana daha çox dəstəklənə bilərsiniz. Mart ayına baxdığımız zamansa enerjiniz biraz düşə bilər. Biraz da öz şuuraltınıza, öz ruhunuza, enerjinizə daha çox yönələ biləcəyiniz, dualarınızın tez qəbul ola biləcəyi, amma sevgidən yana çox da bomba olmayan bir dönəmdir. Dostluq və sevgilərdən yana biraz da mübarizələr verə bilərsiniz. Lakin mart ayının 30-undan etibarən və may ayı ərzində olduqca şanslısınız. Mart ayının 30-undan sonra və aprel ayında çox şanslısınız. Aprel ayında sevgi, eşq, pul, bolluq, bərəkətin enerjisi çox yüksəkdir. Yuxularınız olduqca xəbərçi ola bilər. Çox şanslı, çox gözəl və daha rahat bir dönəmə girirsiniz. May ayına baxdığım zaman yenə bolluq və bərəkət sizinlə bir yerdədir. Bərəkətli bir dönəmdə olacaqsınız və yaxın çevrənizdən də yana, xüsusən yaxın çevrənizdəki qadın fiqurlarına yana dəstəklənə bilərsiniz. Material mövzular ön plandadır. Sevgi, eşq, ciddi münasibətlər may ayında ya da münasibətlərlə bağlı dəyişimlər ön plandadır. Mayın sonuna doğru baş verən tutulma bir damcı sərtdir. O həmin dönəmdə çalışın risklərə girməyin. İyunun əvvəllərində də biraz ehtiyatlı olun. İyun ayının 13-ünə baxdığım zaman Venera 4-cü evinizə keçir. Ailə, yuva, evi dizayn eləmək belə mövzularda şanslısınız. İyun ayının 15-də pul, maddi mövzular daha çox gündəmə gələ bilər o ərəfədə. Bundan əlavə iyun ayının 28-dən sonra maddi olaraq biraz mübarizəli bir dönəminiz ola bilər. İyunun 29-undan sonrasa yaxın çevrə, qohum-əqrəbə, qonşularla bağlı bir damcı gərginliklər, yüngül bəlkə gərginliklər ola bilər. İyul ayına baxıram, 9-undan etibarən sevgi, eşqdən yana mükəmməl şanslısınız. Bundan əlavə olaraq karyera mövzuları iyulun sonu və avqustun önləri kimi çox gündəmə gələ bilər. Avqust ayında olduqca şanslısınız. Enerjiniz yüksəkdir, güclüdür, özünüzü daha qəşəng hiss edirsiniz, özünüzə daha çox qulluq edirsiniz, özünüzə daha çox baxırsınız, diqqət edəcəksiniz. Avqustun 11-dən sonra yenə yaxın çevrə, qohum-əqrəbə, qonşularla bağlı biraz dava-dalaş, gərginlik, mübarizəyə meyilli enerjilərdir. Bununla yanaşı sentyabr ayına baxanda enerjiniz sentyabrın bir hissəsində çox yüksəkdir. Bir hissəsində isə biraz daha aşağı ola bilər. Sentyabrın əvvəlləri daha yüksək enerji, axırlarına doğrusa biraz enerjiniz düşə bilər. Lakin sentyabr ayında sevgidən yana çox şanslı olduğunuz bir dönəmdir. Eşq
eşq havada uçuşur sizin üçün sentyabr ayında. Ailə, ev, yuva ilə bağlı biraz mübarizələr verə bilərsiniz. Sentyabrın sonları və oktyabrın əvvəllərinə doğru kimisi haqsızlıq eləyibsə, nə səhvlər eləyibsə, bunlar üzləşilə bilər. Qaranlıqda qalan mövzular açıla bilər, sirlər ortaya çıxa bilər. Oktyabr ayına baxdığım zaman, oktyabrın 3-dən etibarən sevgidən yana artıq yeni sevgiyə, yeni münasibətə və s. başlamayın. Əgər özünüz doğuşdan Venera retrolu doğulmamısınızsa, çünki sizin 7-ci evinizdə Venera retrosu başlayır. Oktyabrın 3-dən etibarən köhnə sevgililər, ekslər geri qayıda bilər. Bununla yanaşı düz oktyabrın 25-nə qədər, ya hətta ondan da daha uzun müddətdə və sizin üçün oktyabr ayı pozitiv deyil, biraz sərt enerjilər var, karmalarınızı ödəyəcəksiniz. Oktyabrın sonuna doğru xarici görünüşünüzlə bağlı dəyişiklik edə bilərsiniz. Noyabrın 1 yerindən sonra enerjilər yüksələcək sizin üçün, xüsusən də noyabrın 14-dən sonra enerjiniz daha da artmağa başlayacaq, retro qutaracaq və siz rahatlayacaqsınız. Noyabr ayında ciddi münasibətlər gündəmdədir. Dekabr ayına baxdığım zamansa həyatınızın əsaslı olaraq xaricə getmək, gəzmək, səyahət etmək kimi mövzular 2026-nın dekabrın axırları sevgi mövzusu yenə şanslıdır və dekabrın sonu 2027-nin yanvarlarına doğru son dərəcədə gündəmdədir. Dekabr ayında biraz tutduğunuz qopardan daha sərt və nə istədiyini bilən olacaqsınız. Xəbəriniz olsun. Uzun sözün qısası 2026 sizin üçün çox maraqlıdır. Hərəkətli də gördüyünüz kimi sakit bir dönəminiz yoxdur. Amma yaxşı şeylər də olduqca yaxşıdır. Ara-ara belə düşüşlər də olur. O da normaldır. Həyat onsuz da ürək ritmi kimidir. Bir yuxarı, bir aşağı bəzən. Ona görə də ən yüksək xeyrinizə xidmət eləsin 2026. Mənə qalsa yaxşıdır. Yəni əyləncəli və maraqlı bir ildir. Yəni bir çox gözəl şanslı enerjilər sizin üçün var. Ən yüksək xeyrinizə xidmət eləsin 2026. Sevgi və işıqla qalın.